Baba, biz sən hara gedirik? Gedirik Ağdamın mərkəzinə. Hara? Ağdam şəhərin özünə gedirik. Ondan sonra qayıdıb gələcəm. Bax. Belə bugün. 1-2 saatlıq da gedib tən dəyə ora gələk. Nəyə getsin? Belə maşınla. Gəlir də, Elton bura gəlir. Bu. Gəlsin çaydan zaddan çay eləyir. Gəl. Gəl. Gözəl gözlüm, gəl. Əlimi apararsın. Ümumiyyətlə fikrim var bu inəkləri satmağı, bunlardan qurtulmaq. Qurtulmaq deməkdə bunlarla ümumiyyətlə sağollaşmaq istəyərsən. Yox. Niyə? Mən öləndə öz bilər. Allah eləməsin, lazım deyil. Belə məşğuliyyətin budur da. Məşğuliyyətindir. Hə, sevirsən. Səhər tezdən 5-də də durursan, bunların yanına başla işlə. Baba, Nicat alıb əlinə kameranı kənd-kənd Azərbaycan gəzib. Bu nətər baxırsan? Yaxşıdır. Gəldi. Gəlir. Hə. İndi isə Ağdamdayıq. Burada maraqlı bir neçə dənə yer var, həm də tarixi. Oraları sizə göstərəcəm. Bir dənə söz deyim, inkişaf nədir? Bax, onu canlı görəndə adama çox ləzzət eləyir də. Bax, bir dənə. Yaxınlaşdırma olsa yaxınlaşdırma. Hələ bu bir tərəfdən görünən qismi da. Yəni, sizə gözəl otellərimi deyim, yaşayış komplekslərimi deyim, otellər, restoranlar, nə bilim, nə istəyirsiniz? Bir şəhəri gözəlləşdirən şeylər nədirsə o. Bir tərəfi tarix, bir tərəfi müasir, modern üslubda çox gözəl. İndi isə İmarət kompleksindəyik və burada belə deyim, müharibədən sonra bərpa olunmuş türbə var, antik qəbirstanlıq var. Onları bir-bir göstərəcəm sizə. Mənim özümə də maraqlıdır. Keçmiş qəbirdir. Bura isə Xurşudbanu Natəvanın qəbirüstü abidəsidir ki, 1897-ci il. Bura isə orta əsrlərə aid daş abidələrdir. Vandalizmə məruz qalmış daş abidələr. Qəbir daşları, antik qəbir daşlarıdır. Üzərindəki yazılar da ərəbcə var və kirilcə var. Deyir ki, əgər ki, xoşdur mənə ətri həm səfası gülün, cəfası çoxdur nə hasil ki, yox vəfası gülün. Hal-hazırda iki tarixə baxırıq. Keçmiş Ağdam və yeni Ağdam. İnkişaf sözünün canlı nümunəsidir bu.